Vaxtınız xeyir olsun. Gəlin bu gün birlikdə kimyəvi reaksiyaların təsnifatı mövzusuna diqqət edək. Görək kimyəvi reaksiyalar necə təsnif olunur. Ümumiyyətlə kimyəvi reaksiya nədir? Kimyəvi reaksiya iki maddə arasında və yaxud da bir neçə maddə arasında baş verən qarşılıqlı təsirdir deyək. Yəni maddə molekullarının bir-biri ilə toqquşması nəticəsində kimyəvi reaksiya baş verir. Və reaksiyadan sonra maddə tamamilə başqa bir maddəyə çevrilir, yəni tərkib dəyişir. Bəs görək kimyəvi reaksiyalar necə təsnif olunur? Kimyəvi reaksiyaların təsnifatında ilk öncə kimyəvi reaksiyalar 4 yerə bölünür. Birinci növ reaksiyamız birləşmə reaksiyasıdır. Gəlin görək birləşmə reaksiyasının sxemini biz necə ifadə edə bilərik. Birləşmə reaksiyası, yəni ki, əvvəldə mən nə qədər maddə götürürəmsə götürür, sonda, yəni oxdan sonra, reaksiyadan sonra bu maddələr hamısı bir yerə toplanacaq. Yəni bir maddənin tərkibinə yığılacaq. Bu tip reaksiyalar olacaq birləşmə reaksiyaları. Məsələn, NO2 plus O2 plus H2O. Sonda alınacaq HNO3. Gördüyünüz kimi əvvəldə bir neçə maddə olmasına baxmayaraq, sonda sadəcə bir maddə var. Yəni hamısı bir yerə birləşdi. Bu oldu bizim birləşmə reaksiyamız. Birləşmə reaksiyasının digər adı sintez reaksiyasıdır. Yəni sintez özü birləşmə deməkdir. İkinci reaksiyamız parçalanma reaksiyası olacaq. Bəs parçalanma necədir? Parçalanma da birləşmənin tərsi olacaq. Görək necə? Yenə də baxın, bunun əksi AB maddəsini götürürük. Sonra, yəni oxdan sonra, reaksiyadan sonra parçalanacaq tərkib hissələrinə. Bu olacaq necə? Parçalanma reaksiyası. Baxın, birləşmədə sonda birləşir. Parçalanmada isə əvvəldə bir maddəm olur, reaksiyadan sonra tərkib hissələrinə parçalanır. Məsələn, buna hansı misalı göstərə bilərik? Olsun, kalsium karbonatın parçalanma reaksiyası. Kalsium karbonat parçalanır. Kalsium oksid üstə gələk CO2. Gördüyünüz kimi əvvəldəki bir maddə öz tərkib hissələrinə parçalandı. Bir daha qeyd edirəm, birləşmə reaksiyasında oxdan sonra bir maddə olacaq, parçalanma reaksiyasında isə oxdan əvvəl bir maddə olacaq. Birləşmənin adı sintez, parçalanmanın adı isə analiz reaksiyası da adlanır. Sonraki iki bölgümüz hansıdır bu təsnifatda? Əvəz etmə və mübadilə reaksiyası. Mübadilə də bizim bildiyimiz dəyişmə deməkdir. Yəni sözün hərfi mənası dəyişmə deməkdir. Gəlin baxaq əvəz etmə reaksiyasına. Əvəz etmə reaksiyasında bir neçə reaksiya istisna olmaqla ümumi sxemi belə gedir ki, əvəz etmənin bəsit plus mürəkkəb, alınacaq buradan mürəkkəb, üstə gələk bəsit. Yəni sxem belə gedəcək. Nəyə görə? Baxın, yəni bu adətən metallarla duru turşular arasında baş verən reaksiyaları daha çox əks etdirir. Məsələn, olsun sink plus H-klor. Burada sink metalı hidrogeni əvəz edəcək. Onda olur sink klor 2 plus H2. Əvəz etmə reaksiyaları dediyim kimi duru turşuların metallarla reaksiyasına daha çox aid olur. Metal duru turşudakı hidrogeni sıxışdırıb çıxarır. Gördüyünüz kimi sink bəsitdir, H-klor mürəkkəbdir. Sonra isə sink klor 2 mürəkkəbdir, H2 isə bəsit maddədir. Burada istisna bir dənə reaksiyanı misal yazacağım. Məsələn, natrium hidrid plus H2O. Buradan alınacaq natrium OH plus H2. Baxın, gördüyünüz kimi burada sonda yenə bəsit maddə alınıbdır. Nəyə görə? Çünki natrium hidrid H2O-da, bax bu H2O-da, yəni ki bu H2O-muz necə yazılır əslində? HOH. Buradan OH-ı götürür özünə. Hidrogeni isə sıxışdırıb çıxarır. Ona görə də bu tip reaksiyalarda olacaq əvəz etmə reaksiyası.
Sonuncu reaksiyamız isə olacaq mübadilə reaksiyası. Mübadilənin digər adı qeyd etdiyim kimi dəyişmə də deyilir. Mübadilə. Mübadilənin sxemində isə mürəkkəb, filoz, mürəkkəb, buradan yenə alınacaq mürəkkəb, üstə gələk mürəkkəb. Görək bu necə baş verir? Bu duzlar arasında daha çox baş verən reaksiyaları göstərir. Məsələn, barium, xlor 2, üstə gələk natrium 2S olur. Burada baxın, mübadilə, yəni dəyişmə və yaxud da yer dəyişmə də deyə bilərik. Barium metalı ilə natrium metalı bir-birinə yerin dəyişəcək. Onda alınacaq barium SO4, plus natrium xlor. Gördüyünüz kimi metallar bir-birindən yerin dəyişdi. Ümumiyyətlə duzlar arasında reaksiyalar adətən bu sxemə uyğun gəlir. Sadəcə olaraq burada bir şey diqqət etmək lazım ki, alınan duzlardan sonra, daha doğrusu alınan duzlardan biri mütləq şəkildə çöküntü olmalıdır. Zaten reaksiyanın getmə şərtlərindən biri də reaksiyada çöküntünün alınmasıdır. Deməli, bu oldu mübadilə reaksiyası. Burada mübadilə reaksiyasının növlərindən biri neytrallaşma reaksiyasıdır. Yəni, neytrallaşma reaksiyası özdə mübadilədir. Sadəcə onun xüsusi növüdür. Neytrallaşma. Neytrallaşma reaksiyası necə baş verir? Turşu, üstə gəlinsin əsas, buradan alınacaq duz, üstə gəlinsin su. Məsələn, turşu götürək, H, xlor. Üstünə gələk əsas. Əsas nədir? Metaldan və OH qrupundan ibarətdir. Kalium, xlor. Baxın, buradakı bircə dəqiqə, kalium, OH, üzr istəyirəm. Burada OH və H bizə suyu verəcək. Yerdə qalanlarda duzu, turşu qalıq və metal bizə duzu verəcək. Deməli, kalium xlor duzu, üstə gələk HOH, yəni H2O. Neytrallaşma reaksiyasının tərifi də belədir ki, turşu və əsas arasında gedib, duz və su alınması ilə nəticələnən reaksiyalara neytrallaşma reaksiyaları deyilir. Bu da bizim digər növümüz. Deməli, reaksiyaların təsnifatında ən əsas 4 növümüz olur. Birləşmə və yaxud da sintez, parçalanma və ya analiz, əvəz etmə və mübadilə reaksiyası. Mübadilənin digər növü də neytrallaşma reaksiyasıdır. Bəs maddələrin aqreqat halına görə necə təsnif olunur? Biz qarışıqların aqreqat halında keçmişdik ki, homogen qarışıq var və heterogen qarışıq var. Homogen nə idi? Heterogen nə idi? Homo eyni demək idi, hetero isə müxtəlif demək idi. Heterogen. Homogen reaksiyada, baxın, reaksiyaya daxil olan və reaksiyadan alınan bütün maddələr eyni aqreqat halda olarsa, bu tip reaksiyalar olacaq homogen reaksiyalar. Fərqli və yaxud da müxtəlif aqreqat halda olarsa, bu tip reaksiyalar olacaq heterogen reaksiyalar. Və dediyim kimi, burada biz maddənin aqreqat halına görə təyin edirik. Aqreqat hal. Yəni ki, reaksiyanın homogen, heterogen olması onun aqreqat halı ilə müəyyən olunur. Məsələn, homogen reaksiyaya misal. Burada oxşar reaksiyalar yazacağım bu arada. CO, yəni dəm qazı, üstə gələk O2, oksigen qazı, alınacaq buradan CO2, karbon qazı. Hamısı qaz halındadır və onların aqreqat halı bu şəkildə mötərizədə indeksində veriləcək. Məndə tam yazılmır, biraz qarışıq görünə bilər. Deməli, hamısı eyni aqreqat haldığına görə olacaq homogen reaksiya, amma heç olmasa biri fərqli aqreqat halında olarsa, burada olacaq heterogen reaksiya. Baxın, karbon bərk haldadır. Karbonla karbon qazını qarışdırmayaq bu arada. Karbon bərkdir, karbon qazı qaz haldadır. Bərk halda karbon, üstünə gəlirəm oksigen qazı, alınır karbon qazı. Deməli, biri fərqli olduğuna görə olacaq heterogen reaksiya. Bir daha qeyd edirəm ki, maddənin aqreqat halına görə reaksiyalar iki yerə bölünür. Homogen və heterogen reaksiyalar. Homogen reaksiyada
Reaksiya daxil olanda reaksiyadan alınan maddələr də hamısı eyni aqreqat halda olur. Lakin heç olmasa biri fərqli aqreqat halında olarsa, olacaq heterogen reaksiya. Aqreqat halı nəzərdə tuturuq burada. Daha bir təsnifat isə reaksiyada katalizatorun olub-olmamasına görə olur. Bir var katalitik reaksiyalar. Katalitik. Bir də var katalitik olmayan. Şəkildə də dediyim kimi də yazıram. Katalitik reaksiyalarda mütləq katalizator iştirak edəcək. Məsələn, SO2 plus O2 alınır buradan SO3. Və siz reaksiyada görəcəksiniz ki, burada oxun üstündə vanadium 2O5 maddəsi yazılıbdır. Deməli, bu reaksiyada vanadium 2O5 katalizatorundan istifadə edilibdir. Buna görə bu tip reaksiyalar olacaq katalitik reaksiyalar. Və yaxud da hər hansısa bir reaksiyada oxun üzərində kiçik hərflərlə, yəni qısaldılmış formada kat bu sözü görəcəksiniz. Yəni bu reaksiyada yenə də katalizatorun olduğunu göstərir. Və yaxud da ən çox istifadə olunan katalizatorlardan biri platin katalizatorlardır. Yəni ki, hər hansı bir elementin işarəsi, kimyəvi işarəsini və yaxud da maddənin formulunu və ya katalizator sözünün qısaldılmış formasını görsəniz, bilin ki, o tip reaksiyalar katalitik reaksiyalardır. Yerdə qalan reaksiyalar isə katalitik olmayan reaksiyalardır. Bəs katalizator öz nədir? Mən hər zaman katalizatoru bu şəkildə ifadə edirəm ki, katalizator, bunu mənim şagirdlərim daha yaxşı bilir, ara qarışdıran. Katalizator ara qarışdırandır. Deməli, katalizator nə edir? Reaksiya, tutalım ki, hər hansı bir reaksiya 2-3 saatda başa gələcək və ora katalizator daxil edirlər. Katalizator daxil olduqda o reaksiyanın başa çatma müddəti düşür yarım saata. Katalizator reaksiyaya daxil olur. Bu maddələrin arasında reaksiya baş verir və reaksiyadan sonra katalizator heç nə olmamış kimi bərpa olub yenidən çıxır. Sanki girir, aranı qarışdırır, çıxır. Bu tip maddələrə deyilir katalizator. Yəni, reaksiyanın sürətini artırır, sonda isə reaksiyadan bərpa olunaraq olduğu kimi çıxır. Deməli, bunlar oldu katalitik olan və katalitik olmayan reaksiyalar. Başqa bir növü isə reaksiyaların təsnifatı daha doğrusu. Oksidləşmə reduksiya olan və oksidləşmə reduksiya olmayan reaksiyalardır. Bundan sonraki mövzu zaten oksidləşmə reduksiya reaksiyalardır. Oksidləşmə reduksiya reaksiyaları bir reaksiyada oksidləşmə dərəcəsini dəyişən bir maddə də olsa varsa, bu olacaq oksidləşmə reduksiya reaksiyası. Və yaxud da reaksiyada bəsit maddə varsa, mütləq ki, oksidləşmə reduksiya reaksiyasıdır. Məsələn, hansı misalı yaza bilərəm? Demək olar ki, buna daha çox misal yazmaq olar. Katalitik olmayan reaksiya, daha doğrusu oksidləşmə reduksiya olmayan reaksiyalara, məsələn, kalsium oksid plus CO2 alınacaq kalsium karbonat. Baxın, kalsium müsbət 2, kalsium yenə müsbət 2, karbon müsbət 4, burada hesablayacaq, axırda göstərəcəm. Oksigen mənfi 2, oksigen mənfi 2, oksigen mənfi 2. 2 dəfə üçün 6, 6 mənfimiz varsa 6 müsbətimiz olmalıdır. 2 müsbət burada, yerdə qaldı 4 müsbət. Deməli, gördüyünüz kimi burada nə kalsium, nə oksigen, nə karbon heç biri öz oksidləşmə dərəcəsini dəyişmədiyi üçün bu tip reaksiya oksidləşmə reduksiya olmayan reaksiyalardır. Bura həmçinin oksidləşmə reduksiya olmayan reaksiyalara neytrallaşma reaksiyaları da aiddir. Bayaq neytrallaşma reaksiyalarını qeyd eləmişdim. Turşu və əsas arasında gedir, duz və su alınması ilə nəticələnir. Oksidləşmə reduksiya reaksiyalarına isə bəsit maddə varsa mütləq şəkildə oksidləşmə reduksiya reaksiyası olacaq. Məsələn, olsun ən sadə reaksiya. H2 plus O2 alınır H2O. Bəsit halda olan bütün maddələrin oksidləşmə dərəcəsi 0 olacaq. Bəsitdirsə 0-dır. Çünki yanında heç bir elektron alacağı və yaxud da elektron verəcəyi ikinci bir element yoxdur. Mənfi 2, müsbət 1. Gördüyünüz kimi oksigen 0-dan mənfi 2-yə gəlibdir. Hidrogen 0-dan müsbət 1-ə gəlibdir. Deməli, hidrogen də, oksigen də oksidləşmə dərəcəsini dəyişibdir.
Bu tip reaksiyalar olacaq: oksidləşmə, reduksiya reaksiyaları.